Salam aleykum değerli ve aziz izleyiciler. Hazırda size icra edeceğim testler değer nəşrlərindən olmuş insan anatomiyasına aid olan və dayak hərəkət aparatı bölməsinə aid olan test tapşırıqları olacaq. İlk sualımız belədir. Şagird biologiya dərsində insan skeletinin 12 cüt qabırğa, 12 döş fəqərəsi və döş sümüyündən təşkil olması haqqında məlumat verdi. Bu zaman şagird nə haqqında məlumat verdi? Təbii ki, B variantı döş qəfəsi haqqında. İkinci sual. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. But sümüyü, bazu sümüyü və onların oxşar və fərqli cəhətləri. Uzun borulu sümüklərdir hər ikisi. Bir gedir bura. Yuxarı ətrafın sərbəst hissəsidir bazu. 2 gedir bura. Qırmızı sümük iliyinə malikdir hər ikisi. Çünki ümumiyyətlə qırmızı sümük iliyi bütün sümüklərdə olur. Sarı sümük iliyi isə uzun borulda olur. Elə bunların hər ikisində hətta sarı sümük iliyi də olur. Aşağı ətrafların sərbəst hissəsinə aiddir but sümüyü. Kürək sümüyü ilə birləşmə əmələ gətirir. Bəli, sərbəst bazu, qurşaq kürəklə birləşmə əmələ gətirir. Cavabımız X4, Y13, Z25, D variantı. 3 nömrəli sual. İnsanda hansı əzələlər sümüklə birləşmə əmələ gətirmir? Mimiki əzələlər əmələ gətirir. Bir tərəfi sümüyə, digər tərəfi dəriyə birləşir. Bazu əzələləri əmələ gətirir. Saya əzələləri baxın əmələ gətirmir. Çünki bu əzələlər qeyri-iradi əzələlərdir. Daxili orqanlarda yerləşir bunlar. Damarların, məsələn, vena damarların divarlarında falan bunlar yerləşir. Bunlar sümüklə əlaqəsi yoxdur. Qabırğaarası əzələlər əmələ gətirir. Bu əzələlər də əmələ gətirir. Dördüncü sual. İnsan skeletində qamış sümüyünün aid olduğu skelet hissəsi haradır? Təbii ki, qamış sümüyü aiddir hara? Baldur sümüyünün tərkibinə. 2 sümükdən ibarətdir insanda. Bir baldur sümüyü, qamış və incik sümüyündən və bunlar da aid olunur aşağı ətrafın sərbəst hissəsinə. Cavabımız A variantı olmuş oldu. 5-ci sual. İnsanın gövdə skeleti verir. İnsanın gövdə skeleti 59 sümükdəndir ki, ibarətdir. Ümumiyyətlə, insanın gövdə skeleti, belə deyək də, 58 və 59 sümükdən ibarət olur. Burada maksimum götürüb 59 sümük. Bu sümüklərdən təqribən neçəsi tək sümük olmuş olacaq? Gövdə skeleti öncə nədən təşkil olunmuşdur? Bir ədəd döş sümüyündən təşkil olunmuşdur gövdə skeleti. 33 yazmadık. 33, 34 ədəd onurğa sütunu fəqərlərindən təşkil olunmuşdur və 24 ədəd qabırğa. 24 ədəd qabırğadan toplayan zaman biz bunları nə qədər eləyir? 58-59 ədəd sümük eləmiş olur. Burada 59 sümük bizdən istədiyi üçün nə eləmiş olaraq biz maksimum götürməliyik. Yəni 59 sümüyümüz 100%dirsə, o zaman burada olan 34 ədəd üzr istəyirəm, bir dənə döş də təkdir, bəli, tək sümükləri istəyir də və eyni zamanda 34 dənə də bu 35 ədəd sümüyümüz X olacaq. Gəlin hesablayaq bunu biz kalkulyatorda çıxartaq. O 35 vurulsun 100 bölünsün 59'a. Cavabımız eləyir 59.3. Yəni təqribi cavabımız olacaq C bəndi 59%. 6 nömrəli sual. İnsanın yenə gövdə skeleti verilib və bu sümüklərin təqribən neçə faizi deyir ki, fəqərədir. Bu dəfə tək sümükləri bizdən istəmir hamısını. Yəni 4 sümüyünü çıxacağıq və 58 sümük olduğu üçün 33 ədəd fəqərə götürmüş olacaq. Yəni 58 ədədimiz 100%dirsə 33 ədəd bizdə gövdə fəqərəsi olmuş olacaq. O da X olacaq. Nə edəcək? 33'ü vuracaq biz 100'ə, bölmüş olacaq 58'ə. Cavabımız eləyəcək 56,8 alınır. Bu da təqribi cavab olaraq 57Y variantı götürmüş. 7 nömrəli sualda şəkildə hansı sümük növü yoxdur? Sümüklər 4 növ olur. Uzun sümüklər, qısa sümüklər, yastı sümüklər, qarışıq sümüklər. Qarışıq sümük fəqərə var, A variantı. Qısa sümük burada yoxdur. Yastı sümük, çanaq sümüyü var. Uzun borlu sümük burada var. Yastı və qısa deyiblər. Qısa əslində burada yoxdur, amma yastı çanaq olduğu üçün ikili cavab olduğu üçün dəqiq cavab B variantı olmuş olacaq. 8-ci sualda insanın verilmiş sümüklərindən hansında sarı sümük iliyi olmur deməli bu sümük
iliyi uzun borlu sümüklərdə olur. Uzun borlu sümüklərdən digərində nə qədər sümük varsa digərlərində onlarda sarı sümük iliyi olmayacaq. Cavabımız olacaq elə A bəndi çanaq sümüyü də bəli, mil sümüyü uzun borlu, incik uzun borlu, qamış, bud bunlar da uzun borlu sümüklər sırasına daxildir. 9 nömrəli sual. İnsan skeletinin şəkildəki hissəsində 32 ədəd sümük vardır. 32 ədəd sümük vardır. Bu yuxarı ətrafın ümumi olaraq bir tərəfinin qurşaq və sərbəst hissəsinin skeletidir. Qurşaq və sərbəst hissəsinin skeletidir. Bir hissəsinin. Yəni hər iki hissə nəzərə alınmır. Hər ikisi 64 ədəd sümük eləmiş olur. 32 sümük var, düzdür? Neçəsidir ki, qurşaq skeletinə aiddir? Əgər 32 ədədimiz 100%dirsə, 32 sümüyün ümumi faizi, qurşaq sümükləri də bir tərəfdə neçə ədəd olur? Bir kürək olur, bir dənə də körpücük. İkisi olacaq x faizdə. İndi gəlin biz bunu tapmış olaq. Nə edəcəyik biz burada? Biz burada 200-ü böləcəyik 32-yə, cavabımız edəcək 6,25 Y variantı. 10 nömrəli sual. 10 nömrəli sualda önə doğru əyrilik. Önə doğru əyrilik adlanır lordoz. Arxaya doğru əyrilik adlanır kifoz. Lordozu əmələ gətirən hansılar idi? Boyunla bel, yəni 1A və C. Kifozu əmələ gətirən kim idi? Nə idi daha doğrusu? Döşlə oma şöbəsi, yəni BD. 1AC, 2BD, 10 da Y variantı. 11-ci sualla davam edirik. Cədvələ əsasən uyğunsuzluqları müəyyən edin. Uyğunsuzluqlar. Birinci hərəkətsiz birləşmə verilib, 2-də yarım hərəkətli, 3-də hərəkətli birləşmə göstərilmişdir. Deyir ki, X kəllənin skeletidir. Kəllənin skeletidirsə X, baxaq variantlar üzərində. Birdə deyir ki, birinci ZC-dir. Birincinə baxırıq, hərəkətsizdir, Z ətrafların skeletidir və C nədir bizə? Bud baldırdır. Hərəkətsiz, ətrafların qətiyyən, yanlış variantlı 1 elə. 1-dən başladıq. Sonra ikinciyə baxırıq ki, nədir? İkinci yarım hərəkətlidir, Y gövdənin skeleti, D bəndi döş fəqərlərin cisimləri. Bu doğru cavabdır da. 2 doğrudur, götürməyəcəyik. Burada da 2-ni götürməyəcəyik, burada da götürməyəcəyik. Sonra keçdik hansına? 3-ə 2xb nə deyir? Yarım hərəkətli, kəllənin skeleti, B kəllə qutusunun sümükləri qətiyyən. Kəllə qutusunun sümükləri hamısı hərəkətsizdir. Yarım hərəkətli heç aidiyyəti yoxdur. 1, 3 artıq bizim 2 variantımız hazırdır. Növbəti baxırıq. Üçüncü hərəkətlidir və X kəllənin skeleti, alt çənə gicgah. Bu doğrudur da, bunu götürməyəcəyik. 4-ü də buradan çıxırıq. İndi yenə incələyək də bir-bir. Sonra gələk 5-ə baxaq. Birinci nədir? Hərəkətsiz. Y-də nə verib bizə? Gövdənin skeleti və ona uyğun olaraq F növlü bel fəqərlərin cisimləri. Axı, yox. Bel fəqərlərin cisimləri hərəkətsiz deyil axı. Bu səhv variantdır. Bunu da götürürük. Sonra getdik hansına? Növbəti 6-ya gedirik. 6-da bizdə nədir? 3-cü ZY. 3-cü nədir? Hərəkətli. Z-i tapırıq. Nədir? Ətrafların skeleti. Y bəndi bazu sahib doğrudur. Götürmürük. Sonra gəldik 7-yə. Birinci hansıdır? Hərəkətsiz birləşmədir. X kəllənin skeleti. B bəndi burada nədir? Kəllə qutusunun sümükləri doğrudur. Götürmürük. 8 burada nədir? 3-cü hərəkətlidir. Gövdənin skeleti, C bəndi bud baldır, heç aidiyyəti yoxdur. Ümumiyyətlə, gövdədə skeletində var, 1-2-ci boyun fəqərləri hərəkətli kimi götürmək olar. Amma konkret olaraq yoxdur da, yəni burada C bəndinin bud baldırın yəni nə aidiyyəti var? Cavabımız 1, 3, 5, 8, Y bəndi. Gəldik 12-ci suala. Nöqtələrin yerinə uyğun gələn sözlərin düzgün ardıcıllığını müəyyən edin. Üzvü maddələr sümüyə verir elastiklik. 3. Mineral maddələr verir sərtlik. 1.
Uşaqların sümüyündə yaşlılara nisbətən üzvü maddələrin miqdarı 2, mineral maddələrin miqdarından 4-dən çox olur. Deməli 3, 1, 2, 4. Cavabımız 12 A variantı. 13-cü sual. Sarı sümük iliği ola bilər uzun borlu sümüklərdə. Gövdəyə aid sümükdə xeyir. Sərbəst ətraf sümüklərində bəli. Çiyin qurşağına aid olan sümükdə xeyir. Kəllə qutusu sümüyündə xeyir. Çanaq sümüyündə xeyir. 14-cü sual. İnsan skeletində döş qəfəsinə bilavasitə birləşir. Döş qəfəsi. Döş qəfəsi dedikdən hansı nəzərdə tutulur? 12 döş fəqərə. 24 qabırğa. 1 döş sümüyü. Gövdənin tək sümüyü bilavasitə birləşə bilir. Məsələn, 7-ci boyun fəqərəsi, 1-ci bel fəqərəsi döş fəqərələrlə birləşdiyi üçün döş qəfəsinə birləşmiş olur. Biri götürürük. Yuxarı ətrafın sərbəst sümüyü xeyr, qurşaq sümüyü birləşir, körpücük sümüyü birləşə bilir. 2 səhvdir. Variantlardan xətt çəkək. Çanaq sümüyü döş qəfəsinə bilavasitə birləşir. Çanaq sümüyü döş qəfəsinə bilavasitə birləşmir. Amma gövdə skeletinə bilavasitə birləşir. Oma şöbəsinə, oma sümüyünə. Çıxdıq bunu da. Çiyin qurşağı sümüyü bəli. Yuxarı ətrafın çiyin qurşağı olan körpücük sümüyü bilavasitə birləşir. 1-4 C bəndi. Növbəti sual 15-ci sual. Say əzələr haqqında səhv fikir göstərin. Bir növbəlidir. Bəli. Dili hərəkət etdirir. Xeyr, dil ennozoal əzələdir. Dəridə olur. Bəli. Avtonom sinir sisteminə tənzimlənir. Bəli. İşi qeyri-iradidir. Bəli. 16-cı sual. Yanlış fikir bizdən istəyir. Yanlış fikirdə bizdən nə soruşur? Deyir ki, insan skeletinin şöbələri gövdə, şöbələrə aid olan sümüklər, çiyin qurşağı aid olan sümüklər, aşağı ətrafın sərbəst hissəsi aid olan sümüklər. Deyir ki, Y hərəkətli birləşmə əmələ gətirən sümük ola bilər. Çiyin qurşağı sümükləri. Hərəkətli birləşmə bəli əmələ gətirir. Məsələn, kürək bazu, çanaq, elə kürək bazu elə deyə bilərik. Sonra X borulu sümük ola bilər. X hanı? Gövdə. Uzun borulu sümük ola bilər gövdədə. Xeyr. Z uzun borulu sümük ola bilər. Z aşağı ətrafın sərbəst hissəsində bəli. Y borulu sümük ola bilməz. Xeyr, doğrudur. Y körpücük sümüyü ola bilər. Bəli. 16 B variantı olmuş oldu. 17. İnsan skeletində ətrafların sərbəst hissəsi təşkil olunmuşdur. Sərbəst hissə təşkil olunub nədən? Uzun borulu sümüklərdən. Qarışıq sümüklər. Xeyr. Qısa sümüklərdən təşkil olunmuşdur. Sərbəst hissə yassı sümüklərdən təşkil olunmayıb. Qurşaq hissə desəydik, Cavabımız 1 və 4. Çünki qısa sümüklər nəyə görə dedik? Falanqalar, daraq arxası, daraq sümükləri, bunlar sərbəst ətrafın qısa sümükləridir. Uzun borlu sümüklər də bud, baldır sümükləri və bazu, said sümüklərini götürmüş oluruq. 18-ci sual. İnsan skeletində quruluşuna görə neçə növ sümükdə 2 cür sümük iliği olur? Çox çaşdırıcı sualdır, diqqət eləmək lazımdır. İnsan skeletində 4 növ quruluşca sümük var. Uzun borulu, uzun sümüklər daha doğrusu, qısa sümüklər, yastı sümüklər, qarışıq sümüklər, ümumiyyətlə sarı sümük iliği, qırmızı sümük iliği hər ikisi olur uzun borulu sümüklər. Bu da uzun sümüyün tərkibi olduğu üçün bir növ sümükdə olur. Cavabımız 18 C variantı. 19-cu sual səhv mülahizəni tapmalıyıq. Skelet əzələləri sümüklərə vətərlər vasitəsilə birləşir. Skelet əzələləri sümüklərə bəli, vətərlər vasitəsilə birləşir.
Saya əzələlərinin işi qeyri-iradidir. Bəli, skelet onun birləşmələri, əzələlər birlikdə insan dayak hərəkət aparatını təşkil edir. Doğru. İnsanın iki başlı bazu əzələləri bükücüdür. Bəli, bükücü əzələdir. Eyni zamanda budun iki başlı əzələsi də bükücüdür. Mimiki əzələlər yalnız insanda yaxşı inkişafdır. Xeyr. İnsan bəzən memurlarda da yaxşı inkişaf eləmişdir. Bu təkamül bölməsindən bizə aydındır. Y bəndi burada səhvdir. 19-cu sualı bitirdik. Gəlin baxaq 20 nömrəli suala. Şəkildəki əzələ toxunması bizə verilib və bu əzələ toxunması şəkilə diqqətlə biz baxmış olsaq, üzərində bir neçə nüvələr var. Paralel şəkildə biri bu eyninə zolaqlı əzələdir. İnsan damarların divarlarında olur, o saya əzələdir. İnsan ürəyində olur. İnsan ürəyində olur. Ürək əzələsidir, ürəyində olur. Özü sinsi tor əmələ gətirir. Bir nüvəli hüceyrələrdən xeyli çox nüvəli hüceyrədir. İnsan dayak hərəkət aparatında olur. Bəli. Saya əzələdir, xeyr. Cavabımız 20D. 21 nömrəli sual. Şəkildə əzələ toxunması verilib. Bu ürək əzələsidir. Yadda saxlayaq biz bunu. Çünki tor əmələ gətirib sanki. Sinsi tor. Özüdəki bir neçə nüvəli də olur. Tək nüvəli olmur. İşi avtonom sinir sistemi ilə təmin olunur. Bəli. Avtonom sinir sistemidir. Damarların divarında olur. Damarların divarında ürək əzələsinə nə rast gəlinir? B bəndi səhvdir. İşi humoral yolla tənzim oluna bilər. Bəli. Tənzim olunur. Sinir və humoral yolla. Eynizoğlu əzələdir. Quruluşca, bəli, formaca ürək eynizoğlu əzələdir. İşi qeyri-iradidir, bəli. Cavabımız yanlış, B bəndi. 22 nömrəli sualda və insanın gövdənin skeleti təşkil olunmuşdur. Gövdə skeleti təşkil olunub nədən? Uzun borlu sümüklər gövdə skeletində yoxdur. Bunların üstündən qəşəng bir xətt çəkək. Qarışıq sümüklərdən, bəli, fəqərlərdən, yastı sümüklərdən, bəli, yastı sümükləri götürə bilərikmi? Qabırğalar. Qısa sümüklər, xeyr. Qısa sümüklər sərbəst hissədə olur. Cavabımız 2 və 3 D bəndi. 23 nömrəli sual demək olar ki, kitab cümləsidir. Osteomaliyasiyaya səbəb olur. Sümükləri oynaqlarda birləşdirən bağların zədələnməsi zamanı, xeyr. Oynaqların kirəcləşməsi zamanı, xeyr. Sümüklərdə kalsium fosfor toplanması zamanı, xeyr. Osteomaliyasiya böyük insanlarda, yaşı nisbətən çox olan insanlarda nə olur? D vitamininin çatışmazlığı nəticəsində olur. D bəndi. Körpə yaşı az olan yeniyetmə uşaqlarda isə bu raxit xəstəliyi kimi xarakterizə olunur. D vitamininin çatışmazlığı. Böyüklərdə isə osteomaliyasiya buna deyilir. Osteomaliyasiya. Oynaq başının oynaq çuxurundan çıxması bu metod çıxıqdır. Bunun heç buna aidiyyəti yoxdur. 23 D bəndi. Gəldik 24-cü suala. Məsləhət bir sualdır. Sümük toxunması verilib. Sümük toxunmasında biz bilirik ki, sümük hüceyrələrinin miqdarı nə qədərdir? Sümük hüceyrələrinin miqdarı 3-də 1 ədəd eləmiş olur. Və hüceyrəsi maddə bunlarda çox olur. 3-dən 2 hissə olur. İndi bizdən x-in y nisbəti 3-də 1-i bölək 3-də 2-yə də. Bu da cavabımız nə olacaq? 3'də 1 vurulsun 3'də 2'də 3 ixtisar gedəcək 3'lər. Bu da bərabərdir 2'də 1 eləmiş olar B bəndi. Deməli qapalı suallarla bitirdik əziz izləyicilər. İndi keçək açıq tipli suallara. Sümük toxuması verilib. Sümük toxumasının kütləsi 12 kiloqramdır. Dedik ki, toxumanın neçə kiloqramı hüceyrəarası maddə olacaq? Biz nə dedik bayaqları? Dedik ki, 3'də 2 hissə hüceyrəarası maddədir. 12'ni vuraraq 3'də 2'yə də ixtisar gedəcək. Yəni 8 kiloqram 3'də 2 hissəni təşkil edir və hüceyrəarası maddənin kütləsi olmuş olacaq. Doğru olan cavabı ikinci sualdır. Cədvəl sualdır. Müəyyən edin. Skelet şöbələri aşağı ətraf və yuxarı ətraf. Aşağı ətrafın sərbəst hissəsi, yuxarı ətrafın sərbəst hissəsi verilmişdir. Aşağı ətrafın sərbəst hissəsinə aiddir 2, 3. Üzr istəyirəm, bazu yox. Qamış sümüyü 3. Yuxarı ətrafın sərbəst hissəsinə aiddir mil sümüyü. Kürək qurşaq hissəyə aiddir. Yuxarı incikdəki aşağı sərbəstə aiddir.
Çanaq da ki burada aşağı qurşağa aiddir. Bunu da demədik, yadımızdan çıxdı. Bazu da ki yuxarı sərbəst hissəyə aiddir ki, burada aşağı sərbəst hissədə bunu verilib. Uyğunluq 3 və 4-də gözlənilir burada. Sonra 3 nömrəli sualda insan skeletinin verilmiş hissələrindən hansılarında deyir ki, 2 cür sümük iliyinə rast gəlinir. Aşağının sərbəst hissəsində, bəli, aşağı ətrafının sərbəst hissəsi uzun borulu sümüklərdir. Onurğa sütununda xeyr, döş qəfəsində xeyr, yuxarı ətrafların sərbəst hissəsində bəli, çünki uzun borulu sümüklər var. Kəllə skeletində xeyr, aşağı ətrafların qurşaq hissəsində xeyr. Cavabımız oldu 1 və 4 burada. 4 nömrəli suala diqqətli olaq. Endozoallı skelet əzələsinə aiddir. Mədə divarı əzələsi sayadır. Udlaq əzələsi bəli. Budun dördbaşlı əzələsi bəli. Damaq əzələsi də bəli. Bazunun iki başlı əzələsi də bəli. Qida borusunun əzələsi xeyr. Əslində qida borusunda müəyyən cüzi bir hissə endozoallı əzələnin payına düşür. Amma tam olaraq qida borusu əzələsi sayazlı olaraq götürülür. Cavabımız 2, 3, 4 və 5 olmuş. Gəlib çatdıq 16 nömrəli suala. 16 nömrəli sual bizdən nə istəyir? İnsanın döş fəqərəsi verilib, çanaq sümüyü verilib, oxşar və fərqli cəhətlərini bizdən istəyir. Gövdə skeletinə aiddir. Gövdə skeletinə aiddir insanın döş fəqərəsi. 1A. Uzun borulu sümüklə bilavasitə birləşmə əmələ gətirir. Belə çanaqdır da bu. Aşağı ətrafın qurşaq hissəsidir çanaq. Aşağı ətrafın sərbəst hissəsi bud sümüyündən birbaşa əmələ gətirir. B bəndi bura. Sarı sümük iliyinə malik deyil. Heç biri. Ortaqdır. Çünki uzun borulu sümüklər deyirlər. Mərkəzi sinir sisteminin qorunmasında iştirak edir. Döş fəqərləri iştirak edir. Onurğa beyni kanalının içərisində onurğa beyni yerləşir də. Orada qorumaqda, onurğa beyni qorunmasında iştirak edir. Debəndi. Bazu sümüyü ilə birləşmə, bilavasitə birləşmə əmələ gətirir. Bazu sümüyü ilə nə döş fəqərəsi, nə çanaq sümüyü heç bir birləşmə əmələ gətirir. Çünki bazu sümüyü yuxarı ətrafda, onun çanağa və döş fəqərəsinə heç bir aidiyyəti yoxdur. Cavabımız 1A, D, 2C, 3B variantı. 17-ci sualla davam edirik. Uyğunluq verilib bizə. Uyğunluqda nə göstərilib? Görürük ki, bizə döş qəfəsi göstərilib də. Skeletin döş qəfəsi olan hissəsi. Cüt sümüklərə aiddir hansı? Cüt sümüklərə aiddir 2 olacaq bu. Çünki qabırğalar cüt sümükdür. Quruluşuna görə qarışıq sümükdür. 3 olacaq çünki fəqərədədir. Gövdəyə aid olmayan sümüklə də bilavasitə birləşə bilir. Bu döş sümüyüdür. Gövdəyə aid olmayan 2 ədəd sümük vardır ki, buna körpücük sümüyü deyilir ki, ondan birləşə bilir. Yalnız cüt sümüklərlə bilavasitə birləşməsi var. Bu da döş sümüyüdür. 2 körpücük və 7 cüt və ya belə deyək, 7 cütdə, bəli, 7 cüt, bəli, 7 cüt 14 ədəd qabırğa eləmiş olur da. Çünki onların da 3 cütü, yəni 6 ədədi yalancıdır. 7-ci cütlə birləşir və 2 cütü də 4 ədədi də sərbəst qabırğadır. Yalnız 11 və 12-ci döş fəqərlərinə birləşir. Bir tərəfi isə sərbəst olur. Deməli, cavabımız yalnız cüt sümüklərlə birləşir. Döş sümüyü götürəcək burada. Kürək sümükləri ilə bilavasitə birləşməsi var. Külək sümükləri ilə bilavasitə birləşməsi olan burada nə qabırğa var, nə fəqərə var, nə də döş sümüyü var. Ona görə yeni götürmürük. 1CD, 2A, 3B. Uyğunluğu müəyyən edin. Çiyin qurşağı, gövdə hissə və sərbəst ətraf. Çiyin qurşağına hansı aid olacaq? Bizdən körpücüyü götürərik. 1. Dirsək sümükləri sərbəst ətrafdır. Qabırğalar gövdə hissəyə aiddir. Çanaq sümükləri çanaq qurşağına aiddir. Çiyin qurşağına aid deyil. Götürməyəcək. Bud sümükləri sərbəst hissədir. Bunu götürəcək. 1A, 2C, 3B. Və gəlib çatdıq bölmənin son sualı sümük və əzələ. Oxşar və fərqli xüsusiyyətlər. Dayaq hərəkət aparatının passiv hissələrini təşkil edir sümüklər. 1A bəndi.
Hüceyrələri yığılmaq və boşalmaq qabiliyyətinə malikdir. Əzələ hüceyrələridir bu. Yığılmaq və boşalmaq bunların funksiyasıdır. Dayaq hərəkət aparatını əmələ gətirir hər ikisi. Birləşdirici toxumadan təşkil olunmuşdur sümüklər, əzələlər əzələ toxumasına təşkil olunur. Dayaq hərəkət aparatının aktiv hissəsini təşkil edir, artıq bu əzələdir. 1AD, 2C, 3BY. Yəni elədi cavabımız 1-ə AD, 2-yə C, 3-ə BY. Deməli, əzizlərim, bitdi bugünkü dayaq hərəkət aparatına aid olan əzələ və sümüklərə aid olan dəyər test toplusunda olan test tapşırıqlarının açıq və qapalı test nümunələrinin hamısını izahını verməyə çalışdım bacardıqca. Sağ olun, sağlıqla qalın və bir dənə də sonda sizdən bir istəyim olacaq ki, kanala abunə olub, videoları bəyənməyi, rəy bölməsinə rəy yazmağı, videoları paylaşmağı zəhmət olmasa unutmayın.